orada bir bədən dilinə baxın. Siz yaxşı tutdunuz o məqamı ki, geniş izahat və nə şəkildə o əl qol işarələri, gestikulyasiya. Jestlərlə və bizim Azərbaycan prezidenti necə duruş sərgiləmişdi. Yəni buna bədən dili deyirlər. İndi biz bu normallaşma prosesində bir o deyil. Yəni bu görüntülər deyil təbii ki. Normallaşma prosesində biz belə deyək, negativ rol oynamaq istəmirik. Azərbaycana münasibətdə Azərbaycana qarşı 10 aylıq bir informasiya müharibəsi getdi, amansız şəkildə. Bu digər elementlərlə də müşayiət olundu. Bizim SOCAR-ın obyektləri vuruldu Ukraynada. Bizim diasporamız həbs olundu, öldürüldü. Çox sərt bir mərhələdən keçdik. Başqa dövlət olsa Rusiyanın qarşısında bu təzyiqə dayana bilməzdi. Azərbaycan dayandı, bir səssiz qətiyyət göstərdi və nəhayətdə dünən o görüşə nail olundu. O görüşdəki proses nə idi? O iki liderin bir-birinin yanında dayanaraq yaxın məsafədən söhbət etməsi. Baxın, bu bədən dilinə baxın. Yəni izahat verir ki, bu 10 ay ərzində mən niyə sustum? Çünki istintaq gedirdi. Çünki mən sizdən görüşdən əvvəl istintaqdan bir daha məlumat aldım və s. Amma girişdə maraqlı bir nüans deyil. Deyir ki, xatırlayırsınızsa mən 10 ay əvvəl də sizə zəng vurub üzrxahlıq etmişdim o məsələ ilə bağlı. Rusiya səmasında bizim təyyarənin vurulması ilə bağlı. Mən bunu təkrar edirəm və təkcə təyyarənin bizim səmada vurulması ilə bağlı yox, həm də həlak olanların yaxınlarına, doğmalarına başsağlığı verirəm. Azərbaycanın birinci onu deyim ki, bu ekspromptum olan bir şey deyil. Azərbaycan prezidenti Düşənbəyə getdi, Putini gördü, dedilər ki, gəl bir danışaq, belə olmur. Azərbaycan prezidentinin burada deyiləcək sözlər şəxsi fikirlərimdir. Mən necə oxuyuram bu prosesi? Azərbaycan prezidentinin Düşənbəyə getmə səbəbi əslində Rusiyanın israrla bunun belə olacağına söz verməsidir. Yəni, Rusiya Azərbaycana təminat verib ki, Vladimir Putin Azərbaycanın 4 şərtinin 4-ünü də orada icra edəcək. Azərbaycanın şərti olub ki, görüşdə birinci olaraq təyyarədən danışılacaq. Yenə mənim öz fikrimdir. Bunlar mən belə oxuyuram. Çünki iki lider 10 aydan sonra bir araya gəlir və birinci söhbət olur ki, mən istəyirdim ki, təyyarə qəzası ilə bağlı. Bu Azərbaycanın şərtidir. Danışdı, uzun bir çıxış etdi, izahat verdi. Bu təkcə İlham Əliyevə verilən izahat deyildi. Ondan əvvəl ola bir kənara çəkilib Putin sənədlər göstərib. Putin inandırmağa çalışıb. Bilmirəm, o mərhələni görmüsünüzmü? Bu görüşdə, rəsmi görüşdən əvvəl onlar bir kənarda kreslonu özləri çəkirlər və otururlar. Putin cibindən sənədlər çıxardır və qeyri-rəsmi, qeyri-formal görüşdə o sənədləri Azərbaycan prezidentinə təqdim edir. Yəni, bir inandırma ehtiyacı var Azərbaycanın. Və təbii ki, Putin burada bizim istədiyimiz şəkildə üzr istəmədi. Təbii ki, bizim ürəyimizdən keçən məsələlər olmadı, amma düşünün, bu Putindir. Putin sayağı üzr istədi, deyil mi? Və ilk dəfədir rəsmində. Yox, Putin sayağı deyil. Putin heç vaxt üzr istəməyib. İlk dəfədir. 25 illik Rusiya lideri təcrübəsində ikinci dəfə üzr istəyir. İkisi də birini də təkrar edib. İkisi də Azərbaycandandır. Biri telefonla, biri birbaşa İlham Əliyevin qarşısında. Yəni, mən ona şağlamaq istəmirəm. Bu böyük jesti niyə? Putin olduğu üçün. Mən, bilirsiniz, nə ilə müqayisə eləyərdim bu faktı? Deməli, axtarış versə bizim tamaşaçılar, MH17, bir dənə axtarış versinlər, MH17 görün nə çıxır. Bu, Hollandiyadan Malaziyaya uçan Malaziya təyyarəsinin bort nömrəsidir. Bu iş 11 ildir davam edir. 2014-cü ilin 17 iyulunda Rusiya sərnişin təyyarəsini vurdu. Rəqəmləri sizə 298 nəfərin hamısı öldü. Və Buk raketi ilə vurdu. Vuranlar da bəllidir. Donetskdə Rusiyaya bağlı olan Ukraynanın separat bölgəsində bütün dünya ayağa qalxdı. Çünki aviasiya tarixində belə bir fəlakət yoxdur.
raketlə vurub düşürmə ikinci hadisədir. Qəddafi də belə bir şey eləmişdi. Amma bunun həcmi, bunun ölü sayısı, bunun miqyası daha çox. 11 ildə məhkəmə gedir. Bəli. Hər şey açılıb. Rusiyanın olduğu ortadadır. Avropa İnsan Hakları Məhkəməsindən tutmuş Haqa Məhkəməsinə qədər, təyyarə qəzalarını araşdıran məhkəmələrə qədər hər yerdə və bax bu Malayziya təyyarəsinin vurulmuş təyyarənin gövdəsidir. 298 nəfər vurub öldürən Rusiya bu günə qədər də qəbul etməyib. Sübutlara baxmayaraq. Bugün adamların adları da bəllidir. 3 adam haqqında ömürlük həbs cəzası var. Haqa Məhkəməsi tərəfindən Rusiya onu saxlayır, vermir. Nə kompensasiya verdi? Axıra kimi də dedi ki, mən də öyle. Hatırlayırsınızsa, Xankəndidə çıxış eləyən zaman Qlobal Media Forumda Azərbaycan prezidenti bu nümunəni çəkdi. Bəli. 2 dəfə çıxış edib deyilmi prezident? Bir Cəmi dekabrda. Cəmi 2 dəfə çıxış edib dekabrda, bir də onda. İndiyə qədər o İlham Əliyevin pozisiyası səssiz qətiyyət olub. Görüşməmək, geri çəkilməmək, mətbuat və diaspora üzərindən, o cümlədən Ukraynadakı obyektlərimiz üzərindən təzyiqə yenilməmək, geri çəkilməmək və buna da nail oldu. Yəni, o təyyarə ilə MH17 ilə müqayisədə bizi də eyni perspektiv gözləyirdi. Uzun illər davam edən inkar, mən etməmişəm. İlk vaxtlar elə oldu. Bir dəfə dedi ki, quş sürüsü girib, sonra dedilər ki, demək, Ukrayna dronları vurub, heç yaxın qoymadılar. Amma Azərbaycan buna nail oldu ki, Putin Müdafiə Nazirliyinə aid olan və əmr etmə zinciri ilə işləyən, vur əmrindən sonra atılmış raketlə vurulduğunu etiraf etdi. Düzdür, dedi ki, raket birbaşa dəyməyib, onu düz deyil. İstintaqda da var ki, raket birbaşa Azərbaycan təyyarəsinə dəyməyib. Onun askolları, onun qəlpələri dəyib, 10 metr məsafədə partlayıb. Yəni, o məlumatları da paylaşdı, etiraf elədi. Rusiya tərəfindən vurulduğunu, düzdür, yenə dediyimiz kimi o etiraf manevrlədir. Bilirsiniz, Putin üçün bu cür hərəkət eləmək çox çətindir. Ukrayna rəsmisinin siz açıqlamasını gördünüz yəqin ki, yəqin efirdən də oxudunuz. Ukraynanın gözü ilə baxanda ki, Ukrayna əslində qərəzlidir, heç istəməzdi biz barışaq. Heç istəməzdi. Maraqlarına uyğun deyil. Ermənistan da məsələn istəməzdi barışaq. Digər ölkələr, Avropa da istəməzdi biz barışaq. İndi hələ barış varmı, yoxmu onu da sizlə bir yerdə hələ davam eləyəcəyik. Yəni, üstəlik də kompensasiya veriləcəyini ilk dəfə söylədi. Bilirsiniz, burada önəmli məsələ nədir? Bu günə qədər Rusiya mediası yazırdı ki, səsinizi kəsin, kompensasiya verilib. Putin Rus mediasında gedən, Rus rəsmilərinin dilindən gedən Xarici İşlər Nazirliyi bildirmişdi. Kompensasiya verilmişik, ödəmişik. Bu sığortaydı. Onların üzərindən keçərək dedi, bəli, kompensasiyalar da veriləcəkdir. Dördüncü şərtimiz nə idi? İndiyə qədər biz onun davasını eləyirik, günahkarlar cəzalandırılsın. Ona söz verildi ki, istintaq günahkarlar cəzalandırılacaq. Uzun çıxışa Əliyev niyə qısa cavab verdi? Yenə mənim öz baxışım. Çünki o çıxışın əvvəlindəki söhbətdə həll olub bütün məsələlər. Göstərilib, təbii Azərbaycan əlində olan sənədləri verib, tutuşdurulub və Azərbaycan o cavabı alıb. Aldığı üçün dedi ki, mən obyektiv olacağına əminəm, inanırım. Çünki artıq o rəsmi görüşə qədər mərhələ keçib. Böyük mərhələ.